Salam, gönül dostları, gönül insanları. Allahın rəhməti, bərəkəti, məğfirəti, gözəlliyi sizin üzərinizə olsun. Evinizdən huzur, bərəkət, gözəllik əksik olmasın. Allah sizi daim qorusun hər zaman. Deməli, 18-ci söhbətimiz olacaq. Deməli, şəhidimiz Nəcəfzadə Hüseyn. Allah rəhmət eləsin, Allah məqamını uca eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların məqamları ən uca olsun, ən ali olsun. Deməli, yemək yeme ədəblərindən keçən dəfə deməli mən birinci hissəni söylədim. Bugün inşallah ikinci hissəni söyləyəcəyəm və inşallah qismət olsa gələn dəfə inşallah üçüncü. Yəni bu yemək yeme ədəbi biraz uzundur. İnşallah haqqınızı halal edin. Deməli 7-ci sırada qalmışdı. Deməli yemək yeyərkən təmiz və səliqəli şəkildə və təmiz, səliqəli şəkildə və əynimizə, başımıza ədəbi uyğun şəkildə süfrəyə oturmaq. Subhanallah. Burada yenə təmizlik deyəndə ancaq əl təmizliyə söhbət getmir. Həm maddi, həm mənəvi olaraq təmiz olmaq inşallah və ədəbi uyğun bir şəkildə əynimiz, başımız olub süfrəyə oturmaq. Subhanallah. Çünki Allah Teala Subhanahu Teala bu nemətləri bizə veribsə, bu təamları bizə veribsə və bunun huzuruna sayğılı bir şəkildə ədəbə uyğun bir şəkildə oturmaq daha uyğundur, daha münasibdir. Allah xoş gələr. Deməli 8-ci maddə Həzrət İbrahim misali tək yemək olmaz. Allah Allah. Allah deyir tək yeyənlər sevməz. Yəni ən az 2 nəfər mi olsun, 3 nəfər mi olsun bir yerdə. Yəni Allahın verdiyi ruzunu bir yerdə paylaşmaq. Subhanallah. Bunu edə bilməsək də ən azı içimizdə bu olsun, niyyətimizdə bu olsun, könlümüzdə bu olsun ki, Allah, mən İbrahim əleyhissalamın sünnətini yaşamaq istəyirəm, amma gücüm çatır, ya çatmır, amma içimdə bu var, niyyətimdə bu var. Yəni, olur ki, bir insana bir dönər alarsan, bir hamburger alarsan, bir nə bilim lahmacun alarsan, bəlkə onun duasına sən cənnətə gedərsən. Bilmək olmaz, kimin ağzındakı dua qəbul olar. Bilmək olmaz, onun duası sənə bəlkə Allahın salih bəndələrindən biri yazar Allah. Bəlkə Allah səni bu dünyada çox uca edər. Bəlkə Allah Teala səni o qədər gözəl nemətlər verər ki, o insanla bütün insanla paylaşarsan, bilməzsən ki, kimə yaxşı edərsən və hansı əməl səni cənnətə aparar. Ona görə o şeylər fikir verməliyik. Yəni ki, Allah bizə nemət veribsə, onu Allah rızası üçün paylaşmaq lazımdır, inşallah. Sonra 9-cu ayda olsun, həftədə olsun, yenə də Allah rızası üçün, Allahın rızasını qazanmaq üçün iftar süfrəsi vermək, imkanı olanlara. Təbii ki, yəni burada imkanı olanlardan söhbət getmir. Yəni onlar Allah qorusun onları, yeməkləri var, içməkləri var, təamları var. Yəni ehtiyacı olanlara, yəni elə insanlar var ki, ehtiyacını deyə bilmir, utanır. Ədəbindən olsun, əxlaqından olsun. Elə insanlar tapıb, o insanlar kömək etmək. O insanlara ayda mı olsun, bəlkə həftədə olursa, lap gözəl, Allah razı olsun, həftədə mi olsun, onu Allah rızası üçün təbii ki, ona bir günlük, 2 günlük olsun, ya nə bilim, hər gün olsa lap gözəl. Allah rızası üçün onun qaynını doydurmaq lazımdır. Yəni onun duasını almaq lazımdır. Və bu şeylər çox fikir verməliyik. Sonra, deməli, gəldik 11-ci sıraya, 11-ci maddəyə. Demək, əgər süfrədə bəyənmədiyimiz bir şey varsa, heç vaxt bunu bəyənməzlik etmək olmaz. Ağzımızı, məsəl üçün, buruşturmaq, əymək olsun, nə bilim, bu nə əstağfur yeməkdir, süfrədə söyüş söyməkdir, süfrədə gəyirməkdir, Allah qorusun, süfrədə tüpürməkdir, süfrədə dağıtmaqdır. Bunlar qəti olmaz. Çünki Allahın bir verdiyi neymətdir. Bizim Qazzedə, Filistində bacılarımız var, qardaşlar, uşaqlarımız var, yemək yeyə bilmirlər. Afrikada acından ölənlər var. Yəni onların yanında biz qahqaha atıb, yemək yeyib, hər də bir dənə süfrə dağıtmaq, Allah qorusun. Allah bunun biz vəbalından çıxa bilmərik. Ona görə onları düşünüb yemək lazımdır. Ona görə hər zaman yemək yeyəndə biz içimizi bir istirab, bir kədər, bir düşüncəli şəkildə, bir belə mahzun şəkildə. Çünki bir acı sənin qarnın doyur, sən yeyirsən, sən doyursan. Bu özü də bir müsəlmanlığa yaraşmazaq. Ona görə olur ki, insanı bəyənməyə bilərsən, olur ki, sənin istədiyin yemək olmaya bilər, onu heç var. Allah həmd olsun, çox şükür, azı da şükür, çoxu da şükür, yəni o şükür deməlisən, əlhəmdülillah deməlisən, yəni Allahdan hər zaman razı olmalısan.
Buna çox fikir verməliyik. Sonra yemək vaxtı çalışmaq lazımdır ki, 12-ci, yemək vaxtı çalışmaq lazımdır ki, bir yerdə oturub yemək yemək. Bu həm rəhmətdir, həm bərəkətdir, həm gözəllikdir. Yəni olur, indi məsəl üçün ailədir, övladlar dərsdə olur, ana işdə olur, ata işdə olur. Tamam, gündüz ola bilir ki, hamı işdə olur, axşam oturmaq. Tamam, akşam da yemək o da olmaz. Bir çay məclisi, bir muhabbət, bir yarım saat, bir saat oturup ne olar ki? Yani bir aile birbirini görsün, problem varsa həll olunsun, bu yeməkdə daha gözəl fürsətdir. Yəni yemək yeməyi əxlaqımızı göstərmək üçün ən gözəl fürsətdir. Ən gözəl bizim üçün Allahın verdiyi ən gözəl şanslardan biridir. Yəni yemək yeməkdə biz öz əxlaqımızı, öz mədəniyyətimizi, öz tərbiyemizi göstərmiş oluruq. Yəni hamının evində yeməyi var, hamının evində ekmeği var, çöreği var, yağı var, şoru var. Yəni söhbət bundan getmir ki. Qonaq gedəndə də orada öz mədəniyyətimizi, öz əxlaqımızı göstərməliyik. Yəni həm bədənimizin qidası olur, həm də ruhumuzun qidasıdır. Allah qorusun. Bir də böyüklər olan məclisdə, 13-cü, axırıncıdır, böyüklər olan məclisdə balacaların başqa süfrədə oturmaları. Bu daha münasibdir. Olur ki, balacadır, böyüklərin yanında bir uyğunsuz bir hərəkət eləyər, bir əlini uzadar süfrəyə, nə bilim, süfrəni dağıdar. Ən az böyüklərdən bir nəfər balacalara nəzarət eləməlidir. Həm onlara demək, yemək çəkməklərində olsun, yemək verməklərində olsun, onlara hər zaman diqqətli olmalıdır. Allah söhbətimiz xeyirli, faydalı, bərəkət etsin. Bu səfər söhbətimiz uzun oldu. Haqqınızı halal edin. Haqqınızı halal edin. İnşallah gələn səfər 3-cü hissəmiz olacaq inşallah. Onunla da yemək mövzusunu Allah'ın izniyle bağlayarıq. Allah söhbətimiz xeyirli, faydalı, bərəkət etsin.